Son bir neçə ildir ki, Azərbaycanda əksəriyyət ən sadə ehtiyaclarını da kreditlə alır. Bura kosmetika, baxım məhsulları, gigiyena, geyim-keçim, hətta dərman məhsulları da daxildir. Evə lazım olan xırdavat, bazarlıq və digər ehtiyaclar da bu qəbildəndir. Beləliklə, onlar kreditlə alınır, sonra ay-bay geri ödənilir. Bəs niyə hamıya əl çatan olmalı bu şeylər kreditə bağlanır? Sosioloq Sənibər Heydarova deyir ki, sonsuz borc döngüsündə olmaq insanların stres səviyyəsini artırır və Azərbaycan vətəndaşı seçim qarşısındadır. Ya bazarlıq eləyəcək və məsələn deyək ki, əyləncəsinə heç bir pul qalmayacaq və yaxud da ki, əgər əyləncəyə getsə də yaxşı qidalanmayacaq və evinə, ailəsinə lazım olan bazarlığı eləyə bilməyəcək. Amma vətəndaşın ikisi də ehtiyacıdır. Yəni bu heç kim deyə bilməz ki, kimsə əylənməsin ona görə ki, məsələn, onun pulu yoxdur. Mütləq insanın belə bir ehtiyacı var, yəni işləyirsə, bunun əyləncə tərəfi də dincəlməyi də olmalıdır. Son illərdəki bu faiz yüksəlişi həm də hakimiyyətin danışdığı sosial dövlət yalanını ortaya qoyur. Bunu hissələrə bölərək nə vaxtsa ödəyərəm, ev yox, bu günümü yaşayım. Heç olmasa bu gün istədiyimi eləyim, onsuz da daim borcun içindəyəm deyib yaşayırlar insanlar. Yəni bunu heç kim yaxşı həyatdan, həzdən eləmir. Ənənəvi yanaşma insanların digərlərinin fikrini önəmsəməsi, nə deyərlər deməsi, yəni sosial təzyiq insanları borc axınına salır. Kiminsə çox yaxın adamının məsələn toyu olur, ora kifayət qədər böyük bir hədiyyə ilə getməlidir, özü də özünü qaydaya salmalıdır, xüsusi bir paltar almalıdır, nə bilim, deyək ki, salona getməlidir və s. Yəni bu zaman onun deyək ki, ödəyəcəyi xərc onun aylıq maaşından da çox olur. Ona görə də kredit götürməsi ona daha məntiqli görünür. Çünki əgər orada ürəyi istədiyi kimi iştirak eləyə bilməsə, onda yəni insanlar nə deyər məsələsi qalxır. İqtisadçı Natiq Cəfərli deyir ki, insanların aylıq ehtiyacları ilə aylıq gəlirləri arasında fərq var. Amma burada vətəndaşın öz büdcəsini idarə etməsi və bankların bu krediti təşviq etməsi də rol oynayır. Və ona görə də ehtiyaclarını ödəmək üçün kreditə başvurmağa məcburiyyət yaranır. Digər tərəfdən insanlarımızın maliyyə savadlılığı və belə deyək də maliyyə işlərinə, öz daxili mühasibatlığına o qədər də önəm vermirlər. Düşünürlər ki, kredit daha sərfəlidir. Amma məsələn, nəqd ala bildikləri bir məhsula 2 qat qiyməti kreditlə ödəyəndə bunu o qədər də gerisini düşünmürlər, necə deyərlər. Məsələn, bir telefon alır, deyir ki, ayda 49 manat, 39 manat ödəyəcəm, gözümə görsənməyəcək. Amma faktiki olaraq nəqd alışdan az qala 2 dəfədən çox həmin telefon üçün ödəniş eləməli olur. Yəni bu məsələlərdə təbii ki, maliyyə belə məlumatlandırılmasının artırılmasına ehtiyac var. İnsanlar ən azından bu haqda düşünməlidirlər ki, hansı ehtiyacı və necə kreditlə qarşılasalar daha yaxşıdır. Və insanın da üzərinə gündə təkliflər gəlirsə, bu qədər çox belə deyək də kredit təklifləri gəlirsə və insan da öz ehtiyaclarını ödəməyə meyillidirsə, çox zaman düşünmədən bu kredit borcunun yükünün altına girir. Təməl səbəblərdən biri dediyim kimi qazancın az olması, istehlakın artması və insanların tələbatının yüksəlməsidir. Amma digər səbəb isə Azərbaycanda bank sektorunda istehlak kreditləri daha sərfəlidir və çoxlu nəqd pul şəklində vəsait var. Və o vəsaitlər, məsələn, biznes kreditləri Azərbaycanda çox cəlbedici deyil, çünki bahadır. Banklara da sərf eləmir, çünki uzun müddətli olur biznes kreditləri. Biznes krediti rəsmiləşdirmək üçün daha çox əziyyət lazımdır, onu girov almaq lazımdır, girovun qiymətləndirilməsi lazımdır və bu birinci səbəb. İkinci səbəb isə biznes mühiti Azərbaycanda yumşaq desəm o qədər də yaxşı deyil deyə banklar yüklənirlər istehlak kreditlərinə. İstehlak kreditləri həm sərfəlidir, həm qısa müddətlidir, faizi yüksəkdir, gəlirliyi yüksəkdir və nəticə etibarilə bankların da belə bir marağı olduğuna görə insanlara gündəlik demək olar ki, bu mesajlar, müxtəlif reklam çapları vasitəsilə bu məlumatı çatdırırlar. Yəni kompleks baxmaq lazımdır məsələyə. Kredit üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov deyir ki, Mərkəzi Bankın yeni rəhbərliyi bir neçə addım atıb ki, banklar daha çox biznes krediti versin. Amma banklar istehlak krediti verməyə maraqlıdırlar. İstehlak krediti üzrə gəlirlik bu deməli birinci amildir, faiz dərəcəsi yüksəkdir və burada bir dənə də vacib amil var.
nəzərə alaraq ki, Azərbaycanda qanunçuluğun səviyyəsi aşağıdır. Məhkəmələrdə ədalətsizliyin səviyyəsi isə əksinə yüksəkdir. Banklar bilir ki, onlar sabah vətəndaşla problemi çıxarsa, vətəndaşın öhdəsindən asanlıqla gələ biləcək. Nə bilim, kollektordan məhkəməni həll eləyəcək, icra məmurundan işini həll eləyəcək. Amma sahibkara kredit verəndə, sahibkar elə o aldığı böyük kreditin bir hissəsini sabah məhkəməyə, icra məmuruna sərf edərək, bankı məhkəmədə uda bilməsə də, halbuki bəzən udada bilir, ən azı məhkəməni illərlə uzada biləcək. Yəni, bu baxımdan da banklar bunu da fikirləşirlər. Buna görə də biznes kreditini verməkdə elə də maraqlı deyirlər.